Esselamu Aleyküm değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Biz yine de Şəki rayonuna gelmişik. Bu sefer geldiğimiz məqsəd odur ki, inşallah yeşilləri yığıb aparaq. Növbəti yerimiz olacaq Qax rayonu. Hal-hazırda arıçı qardaşlarımız yeşilləri kəmərlə bağlayırlar. Çünki kəmərlə bağlamaq lazımdır ki, miniyə yükləyəndən sonra minidə aşmasınlar. Qapağı açılıb aşmasınlar. Hal-hazırda arıçı qardaşımız iş başındadırlar. Gördüyünüz kimi. İnşallah yük minini gözləyirik. Gəlsinlər. İnşallah yeşilləri miniyə yükləyir. Amma o bir əmması var ki, biz qaranlıq havanı gözləməliyik. Yəni hava qaralmalıdır ki, bu yeşikləri miniyə yüklə. Çünki çöldəki bütün arılar yeşiyə yığılmalıdır ki, tam onda rahat yeşiklər miniyə yüklənsin. İnşallah mini gəlsin. Havada qaralsan, inşallah başlayaq arı yeşiklərini minilərə yükləməyə. Değerli izleyiciler, elhamdülillah işimizi bitirmişik. Minimiz hələ gəlib çıxmayıb. Şimdi uzaqdan görüm sizə göstərə biləcəm. Kamerayı yerleştirmişik oradan. Bizim arıçı kardeşimiz kameranı oradan çıxardır. Çünkü burada çöl olduğuna göre kamera yerleştirilir. İnşallah minimiz gelsin. Arılarımızı yükleyip aparaq. Değerli izleyiciler, elhamdülillah minimiz geldi inşallah. Elhamdülillah. Kardeşler şimdi başlayacaklar yeşilləri yükləməyə. Çünki artıq 9'un yarısıdır. Deməli, qarı-tikan sahəsindən yeşilləri aparırıq. Qafqaz sıra dağlarına, yəni Qaxa, çökə balının, daha da çökə ağacının çiçəklərinin nektarını yığıb bal eləsinlər inşallah. Artıq hava qaraldı, yükləmə işləri başlayır. İnşallah yeşiklərin belə deyək, arı girdiyi qapılarını bağlayırlar ki, rahat yeşiklər miniyə yığılsın. Elhamdülillah işimize yekun vurduq. Elhamdülillah. Həqiqətən çətindir bu iş. Həm çətin, həm məsuliyyətli, həm də diqqət tələb edir. Arıçılıq işi budur, gözəl izləyicilər. İnşallah işimizi yekunlaşdırırıq artıq. Allah'ın köməyinə dəmirləri yıxsınlar. Bizi Qaxa inşallah. Elhamdülillah Qaxa çatdıq. Həmd olsun Allah, yüklərimizi artıq düşürdürük. Dəmirləri yerləşdiririk. Yeşiklər üstünə. Həmd olsun Allah, həm külək, həm də ildırım çaxır. Güclü yağış yağır. Bax belə dəyərli izləyicilər. Arıçıların işi belədir. Hər bir çətinliyi var, amma hər bir çətinlik səbr etmək lazımdır. Yəni bu bal asan başa gəlmir dəyərli izləyicilər. Həqiqətən çətindir. Görürsünüz necə ildırım çaxır, şimşəklər. Bu qədər dəyərli izləyicilər. İnşallah videonu burada saxlayıram. Artıq video çəkməyə ehtiyac yoxdur inşallah. Səbəb ehtiyac daim olur.
Oldu değerli izleyiciler. Allah'a emanet olun. Tamam mı? Bəs, Gel gel bu tarafa.